Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Bugün Prezident İlham Əliyevin Türkiyəyə səfəri planlaşdırılır. Əsas diqqət çəkən məqam Ermənistan Baş naziri Nikol Paşinyanın da iyunun 20-də Türkiyəyə səfərə hazırlaşmasıdır. Liderlərin Türkiyədə görüşəcəyi haqda heç bir məlumat olmasa da, səfərlərin eyni vaxtda təsadüf etməsi bu gözləntiləri artırır. Yeni Sabah az xəbər verir ki, Ermənistan mediası Türkiyədə Prezident İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan və Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilə biləcəyini yazır. Hraparak nəşri isə Türkiyədə Azərbaycan və Ermənistan arasında müqavilə imzalana biləcəyini iddia edib. Hakimiyyət Paşinyanın Türkiyəyə səfərinin gündəliyini açıqlamaqdan imtina edir. Baş nazirin özü də bu haqda heç nə danışmır. Hakim partiyada isə Türkiyədə sazişin yaxud ilkin sülh sənədinin imzalana biləcəyi ilə bağlı təkliflər səslənməyə başlayıb. Azərbaycan və Ermənistanın Türkiyənin vasitəçiliyi ilə müqavilə imzalaması üçüncü tərəflərin regionda hərbi mövcudluğuna son qoyulması, xüsusilə Rusiyanın 102-ci hərbi bazasının çıxarılması ehtimallarını da gücləndirir. Mümkün razılaşmaya ayrıca sənəd əlavə olunacaq və bura Bakının digər tələbləri, o cümlədən Azərbaycanlıların Ermənistana qaytarılması məsələləri daxil ediləcək, nəşr iddia edir.